Vedra rayonunun Xalisə kəndi 1820-ci illərdə İrəvan xanlığının işğalından sonra artıq sülh müqaviləsi bağlanandan sonra 28-ci il sülh müqaviləsi geri qayıdan əhalinin dağıdılmış, ermənilər tərəfindən zəbt edilmiş, müharibələr nəticəsində tapdağa dönmüş evlərin yer əvəzinə yeni tikilmiş, dövlət torpaqlarında tikilmiş, qurulmuş yeni bir kənddir. Yəni Xalisə sözünün mənası da dövlətə məxsus mülk, torpaq anlamına gəlir. Xalisə sözü ərəb mənşəli söz olub oradan yaranıb. İlk dəfə kəndimizin adı Şopenin siyahısında 1831-ci ildə çəkilir. Və elə həmin o siyahıya biz baxanda orada Molla Maqsud, Kərbəlayı İbrahim adları analiz eləyəndə görürsən ki, insanların dinə, mənəviyyata bağlılığı son dərəcə yüksək olubdur. Həmçinin növbəti siyahı almalarda 1842-ci il Şopenin siyahı almasında, 1859-cu il siyahı almada, həmçinin 1873-cü il siyahı almasında da mollaların və kərbayların çoxluğu bunu deməyə əsas verir ki, həmişə dinə, imana bağlı bir kənd olubdur. Tarixən Xalisə kəndi fəaliyyəti dövründə 1830-cu ildən 1920-ci illərə qədər 3 dəfə yerini dəyişməsi söylənilir. Bu yer dəyişmə həm o dövrdə olan erməni daşnaq qoşunlarının kəndə hücumları nəticəsində olub, həm də bizim kəndimiz Araz qırağı kənd olduğu üçün ya təsirlərdən qorunmaq üçün tez-tez yerini dəyişib, əsasən də su, sel sularının gəlməsi, o vaxt bilirsiniz kənddəki evlər hamısı möhrə palçıqdan idi, dağıdılmış evlər yerini dəyişməyə məhkum olubdu. Ən sonuncu dəfə kütləvi bizə, mən kitabda da vermişəm, yer dəyişməsi 1864-70-ci illərdə olub. Kəndimiz Araz qırağında olduğu üçün orada çəkilən bu yeni kanal, Kaxanov kanalı deyirdik. Biz suvarma suyu üçün, hansı ki Alməmməd kəndindən mənbəyini götürüb Arazdəyənə kimi, Sədərək torpaqlarına kimi gəlib çatırdı. Həmin o arxın çəkilməsi zamanı kənd əhalisinin bir qisminin yerindən köçürülməsi nəticəsində olub və faktlar da onu göstərir ki, bizim məşhur Arazın o üzündə olan Sərxanlı kəndi və siyahıda da o mənbələr sübut eləyir ki, ilk 20 ailə, hansı ailələr siyasi ilə yeni yaradılmış Sərxanlı kəndinə köçürülməsi öz sübutunu tapır. Hansı ki, həmin əhali sonradan 1818-20-ci illər artıq erməni-müsəlman davasından sonra o kəndi də ermənilər hücumlar nəticəsində dağıtdı. Onun törəmələri, təsəvvür edin ki, 60 ildən sonra yenidən bir qismi Muradoğlu İsadır, Salmanov Süleymandır, onun babaları yenidən Xalisə kəndinə qayıdıb məskunlaşmışdılar. Bizim Xalisə kəndi tarixən 5 məhəllədən ibarət olub, xüsusən 1900-cü illərdə. Dəvəli məhəlləsi, Yuvalı məhəlləsi, Aşağı məhəllə, Yasallı məhəlləsi və Muradxan məhəlləsi. Kameral siyahı almalara əsasən bu kəndlərin biz araşdıranda görürük ki, ilk məskunlaşan ən iri tayfalar ağsaqqalların dediyinə görə, həmçinin siyahıdakı ardıcıllığa görə Fətəli Şahın qoşunlarında döyüşçü kimi çalışan, İran Şahı o dövrdə, döyüşçülərin, yasavul rütbəli döyüşçülərin müharibə səngiyəndən sonra Əli dayı var, bugün 95 yaşı var, Allah can sağlığı versin. Deyir, babam Cəfərəli kişi deyirdi ki, Fətəli Şah çağırdı, dedi ki, Rus hökuməti ilə İran hökuməti artıq barışdı, o torpaqlar bizimdir. Qaşqın kimi yaşamaqdan bəsdir, qayıdın gedin, öz doğma torpaqlarınıza məskunlaşın. Ona görə də ilk dəfə böyük köçə gələnlərin içərisində o Yasallı tayfasının nümayəndələri olub. Həmçinin aşağı məhəllə deyilən məhəllədə biz siyahıda da görürük, birinci yerdədir Molla Maqsud və onun törəmələri, həmçinin bizim ulu babaların törəmələri ilk dəfə məskunlaşıblar. Mən sizə bu məskunlaşmanı 1830-cu illəri dedim, 29-30-cu illər. Sonraki müharibələr dövründə həm 1905-7-ci illərdə, həm 18-20-ci illərdəki babalarımızın dediyi kimi o qaçı-qaç erməni-müsəlman kəndə fəsadları oldu ki, bilirsiniz ki, o dövrdə bütün ermənilər, sadə kəndlilər də silahlı idi. Azərbaycan əhalisinin heç bir silahı, qorunacaq yeri
yoxdur və hökumət də xüsusən Veydi rayonunda, indi Qərbi Azərbaycanın dağ kəndlərində biraz uzaqdır. Veydi rayonu hamı bilir ki, ilk dəfə 1828-ci ildən sonra məskunlaşdırılan ilk kütləvi ermənilər Qəmərlidə, indiki Artaşat şəhərində və həmçinin Veydi rayonu ərazisində də Dəvəli kəndində, bizim qonşu kənddə məskunlaşmışdı. Və öz idarə etmələrini ora qoymaq üçün orada qlavarlıq deyək də belə bir üslub yaratmışdılar ki, hamı ermənilər, Azərbaycanlılar o əhaliyə tabi idi. Onlar silahlı olduğu üçün istənilən ara qarışmada, istənilən bəhanə ilə silahsız müsəlman kəndlərinə hücum eləyirdilər, onları qovurdular. Bizim biraz üstünlük deyək belə yaxınlığımız olub ki, Araz çayından 2 kilometr məsafədədir. Elə əhali ancaq bilirsiniz də, vaxtilə Sürməli qəzası İrəvan xanlığına tabi olub və bu baxımdan əhalinin gediş-gəlişi daha çox olmuşdu. Hamının bu və ya digər dərəcədə bir tanışı, qohumu, əqrəbası var idi o tayda. Odur ki, elə bir atışma olanda, nəsə bir təhlükəli hiss eləyəndə cəmaat arazı keçirdi o taya, qayıdıb gəlirdilər. Dağıdılan evlər sözsüz ki, yandırılma, ot tayasının yandırılması, adamların ölməsi çoxdur. Amma 1905-7-ci illər kitabda bəzi tayfa nümayəndələri məlumat verir ki, mənim atamın əmisi 3 qardaş olublar 1905-7-ci illərdə və yaxud 18-20-ci illərdə ermənilər tərəfindən öldürülüblər. Yəni, onların çıxarış eləmək olar ki, neçə nəfər öldürülüb, fakt kiminsə babasıdır, nənəsidir, əmisidir. Sözsüz ki, burada ayrı-ayrı əhvalatlar talan eləyiblər, yandırıblar. Mütləq. Yəni, talansız mümkün deyildi. Allah ruhu şad olsun. Abbasqulu bəy Şadlinski bilirsiniz ki, erməni daşnaq qoşunların qarşısında 3-4 hücumun qarşısını aldı. Sonuncu 5-ci hücumda artıq əhalini keçirdi. O dövrə qədər artıq bizim müdafiəsiz olduğu üçün bizim Araz qırağı kənd ermənilər tez-tez hücum eləyirdi. 18-20-ci il soyqırımında ölənlərin bizim indi əlimizdə olan siyahı üzrə əksəriyyəti həmin dövrü olubdur. Məsələn, mənim atamın əmisi Nəsib olub. Çox sonralar bizə ağsaqqallar dedi ki, Məhərrəm babamın qardaşı Nəsib, məsələn, həmin döyüşlər vaxtı öldürülüb. Yəni, 1 döyül, 5 döyül çoxdur. Mən indi buradakı qeyd eləsəm, adlarını siyahı şəklinə salsaq, 100-dən çox adam var ki, qəsdən öldürülüb güllə nəticəsində və yaxud döyüşlər nəticəsində. Bilirsiniz də, sərhəd kəndi olduğu üçün istər-istəməz hər kəs öz əmlakının malını qorumaq üçün nəsə bir canfəşanlıq eləyirdi və bunun nəticəsində erməni silahların qarşısında duracaq vahid ordusu yox idi. Və həmin dövrdə o kəndləri qorumaq üçün Abbasqulu bəy Şadlinskinin dəstəsində bizim kənddən də qəhrəman oğullar qoşulublar. Düzdür, əsasən Böyük Vedi və yuxarı dağ kəndləri onun dəstəsində birləşmişdir. Bizim kənddən də məsələn Salman Qurbanov var. Adı sonraki illərdə Zəngəzurda döyüşlərə görə sonra da döyüşübdür. Qırmızı partizan, rəsmi olaraq qırmızı partizan adı almış adamdır. Və yaxud Nəsir uşağı tayfasından deyildik, Qasım kişi həmin Zəngəzur döyüşlərində təsəvvür edin ki, yaralanıb Yerevanda müalicə olunur 20-ci il Sovet hökuməti dövründə. Bu adam söylürlər ki, yaralanmasına baxmayaraq erməni həkimlərin baxışı altında o qədər söyürdü ki, Andranikə və erməni qoşunlarına. Həkimlər qəsdən iynə vurub, yəni yaralı sağaltmaq imkanı olduğu halda, o halda Qasım kişini öldürüblər. Muradxanlardan Məcid Paşa oğludur, İskəndər Müzəffər oğludur, Hüseyin Heydər oğludur. Axıra gəlib döyüşüblər, hər birində öz döyüş yolu var, yaralanıblar. Həmçinin Qoçalı kişi, Xancan kişi, Həsən Rızayev döyüşüblər. Və bu döyüş, bunlar tarixən bizim kənddə olanlardır. Bir də bizim kəndəki 48-50-ci illərdən sonraki yuxarı kəndlərdən gəldi. Məngükdən, Kolanlıdan, oradakı kişilərin hamısı, Məmməd Gərim kişi, Vəli kişi, onlar hansı ki vaxtı ilə 18-20-ci illərdə bizim kənddə məskunlaşmamışdı. Sonradan 48-50-dən sonra Stalinin repressiyasından sonra geri qayıdıb bizim, onlar hamısı döyüşlərdə iştirak eləyir. O dövrdə statistika verir ki, 1200-1300 nəfərə qədər adam yaşayıbdır. Çünki Chopin'in siyahıya almalarına baxanda o təsdiqini tapır həmin dövrdə. O gedən əhalinin hardasa 30% geri qayıdıbdır. Çünki artıq bezmişdilər. 1905-7-ci illər qaça-qaçı, deportasiyası, 18-20-ci illər əhalinin ancaq bir qismi qayıtdı. O da dediyim kimi o
20-ci illərdə qaydanda gördülər ki, bizim kənddə ilk dəfə 12 erməni ailəsi gəlib, ən yaxşı evlərdə yerləşdiriblər. Hardan köçürüb gətirilmişdi onlar? Suriyadan, Vandan, yəni müxtəlif Muş şəhərindən, cürbəcür şəhərlərdən, bəli, erməni ailələri gətirilmişdi və bizim yaxşı, yaraşıqlı, dağıdılmamış, qorunmamış evlərdə məskunlaşmışdılar. Əhali gələndə artıq hökumət, hakimiyyət həm Yerevanda, həm Dəvəlidə, bizim o qoşu kənddə, ermənidə olduğu üçün istər-istəməz məcbur qalıb özünə yeni ev tikməyə başlamışdılar. Kənddə 4 məscid olub. Məscidlərə deportasiya, soyqırım, 18-20 soyqırımı hansı ziyanları vurub? Əfqan müəllim, məscidlər biz siyahı ilə baxsaq ki, Kərbalaylar, mollalar çox olduğu üçün tarixən bizdə məscidlər hər məhəllənin öz məscidi olub. Yəni 5 qədim məhəllənin hər birinin öz məscidi olubdur. Məsələn, aşağı məhəllədə 17-18-ci illərdə təlim keçən Molla Paşa deyilən bir adam, təsəvvür edin ki, bütün əhalini yazmağı, pozmağı düzdür, əski əlifba ilə o öyrətmişdi. Məscid kimi fəaliyyət göstərirdi. Bu adama 2 dəfə, 3 dəfə Sovet hakimiyyəti gələndən sonra təklif edirlər ki, gəl Rusun əlifbasına keç, cəmaatla təlimi ilə. O qəti etiraz edir ki, mən belə deyək, şorəvlərə dərs keçmirəm. Onun üstündə o adamı həbs eləyiblər, aşağı məhəllədən olan həmin o Molla Paşanı və o dövrdə bizim kənddə Sovet hakimiyyətini seçənlər vardı, qəbul edən, könüllü və qəbul etməyənlər. Bir məşhur söz var idi, deyirdilər ki, ya Molla Paşanın sözünü de, get cənnətə, ya Stalinin sözünü de, get kommunizmə. Bu aşağı məhəllə son illər bizim evin yaxınlığındaydı. Artıq 40-cı illərdən sonra həmin məscidi biraz texniki avadanlığını dəyişib dəyirman eləmişdilər. Yadımdadır uşaqlıq illərim. Un üyüdülürdü dəyirman kimi. Ancaq buna baxmayaraq bütün Novruz günləri, ərəfələrində uşaqlıqdan gedib onun divarın dibində biz şam yandırırdıq. Çünki inanc olaraq hələ də qalmışdı. Və ikinci ən böyük məscid bizim Yuvalı məhəlləsində Allahverdi Kətdanı vasitəsilə tikilmişdi və son dövrlər məscid kimi fəaliyyət göstərən bütün Sovet dövrünün qadağalarına baxmayaraq o məscid idi. Düzdür, onu da müəyyən illərdə taxıl anbarına çevirmişdilər, taxıl yığırdılar. Ancaq bəzi yenə də bizim o dindar adamlar, həm kişilər, həm qadınlar, indi adlarını saysaq o qoca nənələr hamısı dindar idi. Bütün şəriətin əməl eləyirdilər, yəni oruç tutma mərasimləri, cürbəcür məhərrəmlik mərasimlərini keçirirdilər məscidin ərazisində. Amma Sovet hakimiyyətinin bir qorxusu var idi. O məsciddə son dövrə kimi dururdu. Ancaq, üzr istəyirəm, ən qədim məscidimiz Yasalılar məhəlləsində Stalinin heykəli kəndin mərkəzi hissəsində olub. Onu 20-ci illərdə artıq belə deyək, qadağalar başlayanda hardasa xatırlayanlar, atamgil xatırlayırdı. Bu kəndin yeni planı gələndən sonra artıq köhnə tikilləri sökdülər. Həmçinin Stalinin heykəli də söküldü o dövrdə və həmin məsciddə tamamilə yerinə yeksan oldu. Bizim kəndin 48-53-cü illər deportasiyası bizim kənddən sözsüz ki, yan keçməyib. 2 böyük kütləvi köç olmuşdu. Bir hissəsi 12 ailə, mən bu kitabda siyasını vermişəm, Beyləqan rayonunun Xələc kəndinə köçürülmüşdü məcburi olaraq. Onlar 53-cü ildə demək olar ki, həmin ailələrdən bir Tat Qurbanəli deyirdilər, onun ailəsi qalmaqla, qalan bütün ailələr, həmçinin mənim anam uşaqlığı xatırlayır, qayıtdı, gəldi. Çünki 53-cü ildən sonra artıq belə bir oldu, kəndə qayıtdılar. İkinci böyük köç Ağcabədi rayonuna, Pəroğullar kəndi, o vaxt Səməd Vurğun kolxozu deyirdilər. Afşar kəndi bütövlükdə köçmüşdü, başqa digər kəndlər. Bizim kənddən də bir demək olar ki, tən yarısı oraya zorla köçürülmüşdü. Onlar da əksəriyyəti əhali 50-ci ildən sonra geri qayıtdı. Orada bir 12-13 ailə qalıb. O cümlədən Mir Kərim ağa, tutaq ki, Molla, məşhur din Seyid adam, onun 4 övladı, həmçinin Şıxəliyevlər var. Yəni, mən kitabda vermişəm, Vəli kişinin ailəsi, İbrahim kişinin ailəsi orada qalıb. Bugün də indi qohumluq əlaqələrimiz var, əlaqə saxlayırıq. Son deportasiyada bizim kənddən ilk böyük çıxış Şirazlı hadisələrindən sonra, may ayından sonra
bizim Vedir rayonunun bütün o cavan, qeyrətli cavanları. Çünki ermənilər deyirdi ki, ya çıxın mitinqə deyin, bizlə beraber Qarabağ bizimdir. Ona da razı olmayan əhali ailəsinin uşağını götürüb Şuşada və Xocalıda məskunlaşdılar. Ən son deportasiya bir-bir tək-tək köçümlər olurdu. 88-ci ilin noyabr ayında kütləvi şəkildə Ermənistan hökuməti tərəfindən polisi ilə, ordusu ilə, silahlı adamlarla kəndə doldular. Bir-bir adamları ancaq yüngül veşini götürməyə icazə verdilər ki, sizi köçürür Naxçıvana. Onu da yolda köynə məktəbin yanından kəndin çıxışına kimi hamını bir-bir soydular. Qızılını, pulunu, müqavimət göstərəni ölümcül döyməklə, hətta bəzilərini yer qazıb diri-diri bastırmaqla, əziyyət verməklə hamını çıxartdılar. Yəni bir nəfər də qalmadı. Həmin dövrdə bizim kənddə bir 450 təsərrüfat var idi, Azərbaycanlı təsərrüfat. O 450 təsərrüfatın mən təqribi siyahıya almaya görə 3000 nəfər əhalisi vardı. Üstə gəl nəzərə alsaq ki, bəzi ailələr bir oğlu, iki oğlu Bakıda, Naxçıvanda, Sumqayıtda və yaxud Rusiyada məskunlaşmışdı. 550 təsərrüfat saysa 3000-dən yuxarı Azərbaycanlı əhali idi. Hansı ki, sonuncu dəfə noyabrın 30-u günü hamını bir adam kimi çıxartdılar, Naxçıvana yola saldılar. Təşəkkür edirəm maraqlı çıxışınıza görə və məlumatlara görə. Tədqiqatınız çox əhəmiyyətlidir bu istiqamətdə. Vedir rayonunun Xalisə kəndi haqqında danışdıq. Diqqətinizə görə təşəkkür edirəm. Qərbəcə bizində görüşmək ümidi ilə sağ olun, salamat qalın.